pendirli börək hazırlayacağıq. Burada stolun üstündə olan malzemələrlə bu yuxamız çox qalın, o gündəlik çörəklə yeyilən yuxalardan olmaz. Bax, belə yuxalardan bir şey olur. Yuxamız yumurta, pendir, yağ qatıq, petruşkadır, cəfəri doğramışıq. İndi başlayacağıq doğramağa. Mezban xanım bizim pendirimizi doğrayacaq. Doğrayacaq, bura yığacaq. Doğra təzən pendirin içine yığ. Ben de burada yumurtaları qıracağım. Hamıda verirlə doğrayacaq. Dəstir. Çox adam istəmirəm əlimdə. Sən yumurtaları qır. Onun içine. Yumurtaları qır. İndi mən bir ikisini eləyəcəm, sonra verəcəm, sən slayonkanı yedərsin. Oy, ikiz. Siz bu böreği ətlə, toyuğun sinə əti ilə eləyə bilərsiniz. Çox gözəl alınır, çox dadlı alınır. Bu da toyuğun döş əti ilə və ətlə eləyəndə ət maşınından keçirilir. Biraz azca qovrulur, yəni pişənə qədər. Mal əti olanda biraz çox, toyuğun ətini azca, bir azca su salıb, duzunu, istiotunu vurub, azca qovurub, sonra başlayırıq işləməyə. Belə hazırlayıb. Bu yumurtanın üstünə qaşığımızı əlavə edirik, çalsın üzrənə. Çek yumurtamız belə geçir çıxmır. Və bura biz kuru yağımızı əlavə edəcəyik. Yavaş-yavaş çal, biz lazım olsa da qap, böyük qap tapmadım. Oldu mən yokumu gətir, içində 3-cü qap qoymuşam. Yuxaları açırıq. Sən biraz belə dur. Qızım, aşır. Nələr var? Balaca akılokdur. Yoxular olsun. Daha qara çörək sat aldığınları özüm gətirdim evdən 3-cü. Bunu yağlayırıq. Hər tərəfə düşmür. Proteinimizi yağladık. Birini ver. Yağlayalım. Bunu eləyirik, yuxanı yumuşaldır, təzdən bişir. Yuxa təzdən pişəcək axı. Həm də yapışır. Hiss olunur ki, yuxa bunu da özünə çəkir, elnənir, bişir. Şişir, bəli. Yo. Qatıq. Doğramış var. Hamısını qarışdırıb soda eləyirəm. Təqribi götürürük.
Geçsin. Mən bu lavaşla eləyirəm. Belə böyük tavallarda bunların, bu lavaşların, bu kağız kimi lavaşların böyüyü olur. Hə, onu. Amma mənim protinim balacadır. Sadəcə mən çox yekə lavaşla eləmirəm. Balaca lavaşla elə bir əlimin kıvamını alıram da ki, buna nə qədər əlimin içində nə qədər pendir gedəcək. Nə qədər istəyirəm. Tez yıx, tez elə, biraz yağdı. Bükəyə ehtiyac yoxdur, yəni şey də eləyə bilərsən da, əzişdirə bilərsən. Gəlim kömək eləyim. Qulaq asın, yox, qız gələcək. Deməli, bay yuxaları qoyanda, bunun kənar tərəfi bu bir yuxanın orta tərəfinə düşsün. Birləşsin. Çünki, bunda azdır burada, bunun ortasında da ən çoxu. Bunun kənarı, bunun ortasına. Elə yığacaq. Sinsiz olsun. Bəli, sinsiz. Gəl Matı. Mən elə qatıb qarışdıracam, sən tez doğra. Gəl Matı, gəl. Biriniz eləyin, biriniz şeyləyin, yumurlayın, yığın. Pendir koy, qıraqlarına da bunda qurqanır. Biraz az götür. Qarışdırsın papir. Hamısını qarışdırma da, axı pendir var ya. Göy də çox olmasın. Əlindən düzət, narahat olma. Əlindən əzə, qıraqlara da sıxsın. Müəllimə olar, mən də eləyim. Yox, çox əl girmək, çox adam yoxdur burada. Hələ indi Mehriban Evdə, da başqadan evdə eləyərsən. Ola bilsin Mehribanın əlindən aldım, özüm tez-tez elədim. Heç olmaz, problem yoxdur. Sadəcə mən əzirəm. Əzik yaxşıdır da. Bunu da Allah bildirə eləmək olar. Olar məncə, amma bu ən çox mən çanaq pendiri ilə eləyirəm. Çanaq pendiri dadlıdır. Çox qəşəng əzilir çanaq pendiri. Yox, az vurma gidən qızım. Onu çox yaxşı vurmaq lazımdır. Vurun. Onlar qoldur, onu qol vurun. Yoxsa qatıq yumurtadır. Nasıl olanda şey olur. Əgər artıq qalmasa da artıqladacam. Eləyəcəm. Çox da olmaz. Pendir duzludur, yaxşı olur, çox da olanda. Burada yaxşı olur. Yox, ancaq pendir. Oradan nəyim? Birləşdir onu. Əlcəksiz vurmayın. Şeydən qalmayır, Zəfərdən. Yox, Zəfəri seyirdə qoyma. Gəl, doğra, o Zəfərdə yerə. Kəbəyində çəkilişdə gözləyir. Çasarlar, çəkilişdə Sizə bir dənə də kartoşkalı kroket deyirlər. Necə o Kievski kotlet var idi, onu kartoşka ilə edirsən. İçində də kalan pendir. Çox dadlı bir şey olur. eləyər. İçində nə? Xanım? Kalan pendir. Arada suşinin ucu başlıq alır. Boşlu yox. Gidə gələk Mən elə şeyə bağlam kimi, mağazaya girən sushi şeylərinə baxıram. eləyər. Ahılara sushi çatma. Yox. Onun ağlar nədir? Sushi nədir? Doğrudan. Sizə rahat Korkayalım çarpısının içində bir mərtəbə yerləşdirir. Cəzalda, ləncələrdə onu oynayırlar, qarşılarında axşama gedirlər evlərine. Dövlət şeyində, bayrəsidir. İndi də yazım. Yıqım.
Birini de bunlara salalım. Fatma xanım. Tamam, bunlar yazılırsa. Soğuzunu alın. Vərəqini alın. Bunlar İçini pişmiş etten eləyəcək. Yorğun düşəcək. diğer de kızarmış. Hemen onu verin. Diğer de kızarmış. İstiyorsanız üstünü suparını kızartırlar. Çiğmeye hoşuma geldi ama şey güzel. Arasında balık ama yemiş ama balıkla ama yine benim bak şey karıştır o petruşka hansına karıştırır. Eşitmirəm. Yazılmır ama görüntü şey. Azla yıkalayıp böyle. Yerinə qoyun. Ehtiyac olmayacaq buna. Ma bunu da apar da mama. Gəlirsiniz mənimlə, mən çıxıb siz yanımda. Yok. Günay bir stol biraz çek. Yok durma. Əgər gördünüz bərkdirsə, 5 dənəsini zadı ölü turbiçkaları yığırsınız, yumuşalan kimi sonra qəşək yuxullanır. Şıkta var. Onlar elden elemiyorlar. Hiç ne olmaz, yok. Bu dersimizdir de yavaş yavaş eləsin. Biraz oynayar, sonra o dayanar, başkası eləyər. Kızlar peti yandırmak lazım diye kısmı. Pazarın qabağında qoyulan üçü bir manata dayana satır bu. Burada da var değil mi? Ben de ben farkısını asıldım. Mayasız da mayası değil. Yemeğe yok. Bunlar börek için. Sırf börek için. O bir börek için, o birisiler yemek için eləyər, o qalın düşür. Şöyle iki satın. Birisini de satıp balatasını satın. İki bir manat. Sırf ediyor. Kafa diyorum ama problem yok. Bu şişir, xəmir olur elə. Hə, yox, xəmir yaxşı olmur. Bu nazikdir deyə, bu xəmiri çox qalın olmur. Dişi fal-falda görünür. Fal-falda. Əlinizdə, stolun üstündə heç nə çiftliyi qalmır. O çıxdıqca zibil qabına qoyur. Hə, olsun, yarım saat. Güzel. Bir şey anladın.
Telefonu qoy bir qırağa, sonra sual verəcəksən. Bax. Dərsə diqqətli qulaq as. Müəllimə bir dənə olar sual verim sizə. İndi bundan lavaşa yumurtanı biz çox qırmalıyıq. Normasında nə belə axıtmaq olmaz, nə belə yalancı eləmək olmaz da. Hə, yaxşı eləyirsən. Tək yumurta deyil orada. Qatıq da. Qatıq, yağ, yumurta. Üçünü bir yerdə çalırıq. Duz zat heç nə vurmuruq. Yuxalarının özündə müəyyən qədər duz var. Pendirimizdə duzludur. Amma ətlə yeyəndə ətə duz istiyor vurursun. Mənim bir dənə olar söz deyim sizə. Əgər Neçə dərəcədə şey bəyəndə mən çox Mən kartof sevmirəm deyə, nə bilim, kartofla heç problem yox. Mən qatıq əvvəldən dəfə mayonez olmuşdum. Yəni geçməsi şok mayonezlə elə. Olar. Çünki mayonezin özünün tərkibində yağ da var. Yəni yağlı Mayonezin özünün tərkibində yağ da var, şey də var. Yerinə əti vurursunuz, yoxsa göyün yerinə əti vurursunuz? Yox, pendirin yerinə, göynədir ki. Hər şey. Daha belə eləmək olar. Bax, bir yarım hissəni ət eləyirsiniz, bir yarım hissəni pendir eləyirsiniz. Məsəl üçün, qonaq olanda Mən də belədir. Belə etsə, elə mən şeylə ət alıb gətirərdim. mən sizə dedim, onlar da ətət maşınına keçib balada qovurursan, indi mal ətidirsə biraz artıq ətcə pişsin. Özün suyu qoyur, özün suyu çəkir. Yox, yox, doğramız ət maşınına şeydir, daha elə də olar. Feleni qoyub tüy pişsin, sonra doğra. Topkamız vardı. Eləyə, ətlə orada eləyək. 6-cı ildə gəlib eləyə bilərsiniz, o bizdə olur. Sırası, gəlcəsi çox düz olmalıdır. Ümumiyyətlə, xanımlar, nə bişirsəz, ora ürəyinizi verin. Orada səliqə səhmanı. Məsələn, deyin ki, nə olacaq belə? Yox, hər şey düz, simmetrik. İnsan bir şeyə öz sevgisini verəndə, yemək də olsa, hər şey, o daha dadlı olur, daha gözəl olur. Sevgi ilə bişirin. Bir dənə yumurta da bişirsiniz, ora dizayn verin, deyin. Öz tavada yeməyin, qaba qoyun. Qəşəng qabda ona dizayn eləyin. Bölmə bir şeylər qoyun, deyin. Mənim sən bir dənə sizə söz deyim, mən yeməklər zata pişirəndə sevgimi qoyuram da ona. Yaxşı edirsən. Boşqabın evdə ən gözəlini, stəkanın ən gözəlini özünüzə işləyin. Bugünkü gün bahalı qaldı. Sən yaxşı Biz hərdən görürsən saxlanılır servisləri 40 il, 50 il servatda qalır. Onu işlədir. Murad, gəl mənə şəhladın elə. Sən aksesuar kimi nəyi lazımdır saxlamaq? Məncə önlüyü də çıxartdım. Aksesuar kimi götürməsən. Səbəb verəcəm çıxartdım. Boy kəsəndə indi görəsiniz, elə maraqlı görünür. Evimi çox soyuq. Bu çıxartır, bu çıxartır. Mənim oğlum deyir ki, göy xoşlanır, mən hərdən ilk göy vurmuram. Tək pendirim. Buna bir güllər doldurur. Daha xoş piyada axırda deyəcək. Onu da göysüz elə. Olar mən orada dayanmam, şəkil çəkəsiniz. Açmışam. Məncə biri qalacaq. Hay Allah. Sən al, onu çək bir də atar.
Sıxlaşdıracağım. Az da sıxlaşmalıdır. Yox, belə də olur. Belə də gözəl olur bu belə. Amma yəni istəsəz, hə, nə artıq əsas şeylər olur. Hə, bundan bir belə qaldır. Eləyək onu da. Yox, çox yığıb pendirəm. Yuxuda saxlayın. Yuxa, hə, da balaca eləmək var da ortasında. Bəsdir də, hə. Bilmirəm də, yerim bəs. Lalə su. Biraz zəngiləsin, çəkmişlər. O yaxşı. O yuxalar qəşəng. Hə, bu üstü ləkəli. Deyirəm, debet kart yox, əmək haqqı kart. O birisi baxmaz. Ev yoxdur, o tutulabilir olar. Mən kənarlara yoxlayıram. Kız xoş deyil aldım. Bu sizə işçilər Lalə xanımdan verirsə Deməli, yuxalarımız biraz şəkli olduğuna görə indi orta biraz qalın düşür. Amma biz bunu biraz sıxlaşdırırıq. Çünki onlar hamısı yerləşsin deyə biz bunu sıxlaşdıracağıq. İstəsəz boşluq bu da olur, sıxlaşdırmaq da olar. Çox gözəl, çıtır-çıtır bizim böyrəyimiz olacaq. Kuş böyrəyimiz. Hə, çıtır-çıtır böyrəyimiz olacaq. Dürümlərdir bu. Dürmə, bizim dürməklər. Bəli, bəli. Evinizdə qonaqlıqlar olanda, ziyafətiniz olanda çox qəşəng yeməyə əlavə. Məsəl üçün, ortada bir cür yemək olanda, bir-iki cür də bu böyrəkdən bilirsiniz, süfrəniz daha zəngin olur, daha gözəl olur. Tez siz bunu hazırlayıb üstəyə qoyub, başqa yeməklərə hazırlayınca bu hazır olacaq. Bu yüz orada pişəcək. Mənə əziyyətli gəlmir, mənə rahat gəlir bu. Daha tez gəlir, asan gəlir. Düzdür, əti bir şey, əti üstə qoy qaynasan, neysə bir şeylə, o daha rahat olur. Mən ətli. Hə, eləyin, ətlə çox qəşəng. Pul biber zaten buradan içine. Yoxdur. Bu da soğuk. Sonuncu bəs edir mi? Olmaz, orada biri də var. Kendi çekiyorum. Hərdə geçsin deyəcəm. Hər şey mən deyirəm ki, mənim nə kələmim artıq qalmır, nə ətim artıq qalmır. Mütləq hansı... Hə, burada artıq qalan hissəni biraz da artırdım üstünə.
Bunun üstüne gəldiririk. Bilmem için kalmış. Kızarana qədər 30 dəqiqəyə bekləyəcək. Baxır benim yoğurdu. Zeymiş. Hazır. Kızardısa, hazırdır. Şimdi bunu aktif etmek olmasa kimin eli kurulursa. Elime söğüt oturmadım. Ben biraz soğuk onun son tamamlama işleri gelir tek anlamı. Üçüncüdür o. Altından da bulmak olan. Bundan çok elementler Mən belə eləyəndən sonra üstünə bu sənə yaxın götürüb Holland pendir deyirəm. Yəni nümunə üçün deyirəm. Bu da ağ çüngül. Bazı atlar. Hazırdır. Bu bizim İndi buhara gedir fırına. Neçə 180'də? 180 derecede. Yok 200-250 de pişirmeli. Çok pişende kızarır. Geçen gün. Yüksekdə 5 dəqiqə. Fırını 200-250 dereceye koyuyoruz ve geldi fırına. Açın. Cana gəlmişsə. Burada deyirlər. Kəsin iyi. Nefis nefis. Yox, həm kəsin iyi. Səbinə hamısı birinci qablığı verin. Mən almıyorum biliyorsun. Qası verin, ətlə eləyər. Evde gedir, etle eliyor. Böyle çok maya değeri de çok değil. Əmir, axşam bunu paşamak hazırlayıb səni gedirdim. Çox təzə bir şeydir. Herkes sana. Səbinə xanım o çox qəzəkliyim sizin Bakın, bunun araları yumuru aralarında da pendirler. Nə gözəl görsün. Görürsünüz. Elə bir tortdur. Bir yüzden tarikalar verin. Həli bir dənə iki çocuğlasını qoyayım. Birinci mənə geldi. Kim yeməlidir? Özü bilən tarika gəlir. Mənimdir. Yoxda bir dənə gətirəcəm. Elə olsun. Biz bilsə. Var, peyniri qaynayın. Səbinə xanım bir çiçək görə hələ nəfərdir. Mən çoxdan bilirəm uşaqlardan. İşsizlər.
insan məcbur olanda hər şey. Yeyəndə elə bilin ki, Sənə bundan axşam bitirəməsin yeri xəstənin. Sən bağlı olmaq yaxşı şey. tədbir hələ eləyirik. Hə, bunu deyir. Hörmətli müdavimlər, bu da bizim pendirli börəyimiz. Gördüyünüz kimi çıtır çıtır, içi də qəşəng, üstü də qəşəng qırmızı bişmiş. Nuş olsun. Siz də bunu hazırlayarsınız evdə, siz də bundan da gözəl alırsınız.